Bakıda Çin şirkətlərinin iştirak etdiyi ağıllı həyat sərgisi keçirilir. Sərgidə ofis ləvazimatlarından tutmuş elektrotexnika mallarına dək müxtəlif məhsullar nümayiş etdirilir. Məktəb ləvazimatlarının istehsalı ilə məşğuluq, 30 illik təcrübəmiz var. Bizdə məhsullar var, kleylər, yapışqanlar, qələmlər, karandaşlar və bir çox belə məhsullar var. Azərbaycanda bir neçə şirkətlə işləyirik və biz istəyirik ki, daha böyük əməkdaşlıqlar quraq Azərbaycanla. Sərgidə iştirak edən daha bir şirkət isə qaynaq, elektrik mişarı və digər elektrikli avadanlıqların istehsalçısıdır. Müəssisə artıq 3 ildir ki, Azərbaycan şirkətləri ilə əməkdaşlıq edir. Əməkdaşlıq perspektivlərimiz çoxdur və gələcəkdə də istəyirik ki, bu əməkdaşlığı böyüdək. Biz Çinin bir kəmər, bir yol proyektini də dəstəkləyirik və bu proyektdə aktiv iştirak etmək üçün biz Azərbaycanla daha çox işləmək istəyirik. Tədbirdə ölkəmizdə fəaliyyətə başlamağı nəzərdə tutan müəssisələr də iştirak edib. Onlardan biri də havalandırma sistemləri sayəsində fəaliyyət göstərir. Şirkətimiz əsasən böyük həcmli mərkəzi kondisioner və havalandırma sistem avadanlıqlarının satışı, həmçinin əlaqəli satış sonrası xidmət, istismara vermə və digər işlərlə məşğul olur. Bizim eyni zamanda avtomatlaşdırılmış idarəetmə sistemləri platformalarının hazırlanması sahəsində də təcrübəmiz var. Azərbaycana bu səfərin məqsədi sizinlə uzunmüddətli əməkdaşlıq qurmaqdır. Sərgidə ümumilikdə 40 Çin şirkəti iştirak edir. Məqsəd sənayenin müxtəlif sahələrində məhsulların Azərbaycan bazarında təqdim edilməsi, eyni zamanda məhsulların ölkədə istehsalı imkanlarının genişləndirilməsi üçün tərəfdaşların tapılmasıdır. Bizim Çinlə ticarət əlaqələrimiz sürətlə inkişaf edir. Keçən 44% artıb, bu ilin 8 ayında 28%-dən çox artıb. Yəni artım tempi var, böyükdür. Azərbaycan olaraq Çinin ən böyük partneri Cənubi Qafqazda. Biz bu texnoloji yenilikləri belə deyək, öyrənərək öz yerli istehsalçılarımıza da yaxşı nümunələr təqdim edə bilərik. Bilirik ki, son illərdə artıq texnologiya şərqdən qərbə doğru yönəlir və növbəti illərdə bu daha da təkmilləşəcək. Siqnallar da bunu göstərir. Bu baxımdan Çin təcrübəsinin öyrənməsi və bənzər sərgilərin ölkəmizdə təşkil olunması ciddi əhəmiyyət kəsb edir. Qeyd edək ki, Bakı Ekspo mərkəzində keçirilən sərgi sentyabrın 27-sinə qədər davam edəcək.